Hoş gördük əziz abituriyentlər. Biraz öncə paylaşdığımız sualın izahını vermək istirdim sizə. Gəlin başlayaq. Nədən? Şərtimizi oxumaqdan. İlk olaraq şərtimizi hər zaman dəqiq oxumaq lazımdır ki, sualımızı dəqiq tapa bilək. Yazıb ki, tələffüzü yazdı şəklində olan söz haqqında hansı fikri əminliklə demək olar? Hansı fikri əminliklə demək ola bilər? İlk olaraq nəzərinizə çatdırın ki, burada yazdı sözü bir yazdır kimi düşünmək ola bilər. Yazdır şəxs xəbərlikli ismini yazdı kimi tələffüz edilir. Çünki dır şəxs xəbərlik şəkilçisi tələffüz zamanı öz rısını itirir. Şuidi keçmiş zamanda yazdı, ne etdi, yazdı. Düşünə bilərəm, yazılış və deyiliş eyni ehtimalda. Bir də yazılı payızlı günlər kimi də düşünmək olar bunu. Yazılı payızlı günlər. Yazdı payızlı günlər. Biz bilirik ki, lı samiti zıdı, sıdı, dıdı, tıdı, şıdı bu kimi samitlərdən sonra gəldikdə bu kimi samitlərdən zı, dı kimi tələffüz olunur. Yəni ki, ona görə yazılı sözü də yazdı kimi tələffüz olunur. 3 ehtimal var əlimizdə. Gəlin baxaq. Tərkibində leksik şəkilçi iştirak edir. Leksik şəkilçi sadəcə bunda iştirak edir. Digərlərindəki qrammatik şəkilçidir. Əminliklə deyə bilmirəm. Ümumi qrammatik mənasına görə isimdir. Yazdı şuidi keçmiş zamanlı sözündə sözün kökü feildir. Ümumi qrammatik mənasına görə feildir. Birinci və üçüncüdə isə bəli, birinci və üçüncüdə isə nə idi? Ümumi qrammatik mənasına görə isim idi. Amma bütün şərtlərdə ödəmədi. Ona görə bunu da götürmürük. Tərkibində feil düzəldən şəkilçi iştirak etmir. Etmir deyir. Bax, etmirdə diqqətli olursunuz. Yazdır məsələsində qrammatik şəkilçidir. Ümumiyyətlə feil düzəldən şəkilçi leksik şəkilçi olmalıdır. Burada da şuidi keçmiş zamandır, qrammatik şəkilçidir. Yazılı sözündə də biz görürük ki, adlardan ad düzəldib. Yəni ki, feil düzəldən şəkilçi deyil. Yenə də deyil. İştirak etmir deməyində C variantı doğru fikirdir. Kökü hərəkət bildirən nitq hissəsidir. Kökü hərəkət bildirən nitq hissəsidir. Baxırıq burada yazdı sözündə ödəyir, amma digərlərində ödəmir. Deməli, bu da yanlış olacaqdır. Yazılışı yalnız bir cür düşünülə bilər. Biz gördük ki, 3 cür yazılış üzərindən biz nələr apardıq? Əməliyyatlar apardıq. Ona görə bu fikrimiz də yanlışdır. Sağ olun əziz izləyicilər. Sizinlə yenidən başqa testlərdə görüşənədək.